Niyə toksik liderlər vəzifədə yüksəlir? Dəfələrlə eşitdiyim suallardan biridir. Bahar xanım, necə olur ki, bu qədər toksik insanlar vəzifədə yüksəlir? Hamı onların necə biri olduğunu görür axı. Bəzən yüksəlmək üçün çox şey bilməyə yox, sadəcə rolunu yaxşı oynamağa ehtiyac olur. Toksik liderlər nə edirlər? Ətrafındakı adamlara uyğun rol oynayırlar. Rəhbərin yanında əla komanda üzvü kimi görünürlər, amma öz komandası üçün çətinlik yaradırlar. Başqalarının uğurunu öz adlarına çıxarırlar. Komanda çalışır, nəticə gəlir, amma vitrinə yalnız onlar çıxır. Qorxu ilə idarə edirlər, hörmət qazanmır, sadəcə insanları qorxudurlar. Təəssüf ki, bəzi təşkilatlar bunu səmərəlilik kimi görür, amma bu uzun müddətli deyil. Çünki əgər insanları basaraq yüksəlmisənsə, sən onların əllərinin üstündəsən. Əllər çəkiləndə yıxılacaqsan. Əgər toksik bir liderin yanında çalışırsansa, unutma, problem səndə deyil. Bəzən görünən parıltı həqiqi olmur. Sadəcə vitrindir. Əsl parıltı, hörmət, dəyər və etibar üzərində qurulur və bu dəyərləri olanlar sonda qalib gəlir.